Bir zaman da gələcək ki, arınma prosesi gedəcək, təmizlənmə. Amma bu dəfə haqqın tərəfdarlarının sayı kifayət qədər olacaq. Daha Hüseyn qətligaha getməyəcək. İmam zaman gələcək, dünyanın sərvəri olacaq və bəşəriyyətə xidmət edəcək. Nəhcül Bəlağənin şərhində belə bir hədis danışılır. Əleyhissalam danışır. Buyurur ki, Peyğəmbərin yanında oturmuşduq. Fəzəkkərnə Dəccal, Dəccalı yad elədik. Dəccal bilirsiniz də kimdir? Dəccal axir zamanda gələcək bir varlıqdır ki, insanları haqq yoldan azdırır. Varlıq deyəndə ki, ona bir fərddə deyirlər, amma çox alimlər deyir ki, o mühitdir, mühitin adıdır. Yəni elə bir zaman gələcək ki, zaman özü xüsusiyyətləri budur ki, o Dəccal olacaq. Haqqın haqqa haqq göstərəcək ki, necə dünyada görürsünüz, haqqın haqqa haqq göstərirlər. Əleyhissalam deyir ki, biz bu barədə danışarkən Peyğəmbər istirahət edirdi. Birdən durdu ayağa, oturdu, ayaq üstə dayandı. Üzü qızarmış halda dayandı. Yəni üzü qızardı Peyğəmbər. Hansı adamın üzü qızardı? Ələm nəşrəh ləkə sədrək. Biz sənin qəlbini genişləndirmədiyimi. Hər hadisə onu özündən çıxartmaz. Bu adamın üzü qızaran halda durdu ayağa. Buyurdu ki, Qeyrud Dəccal əxfəfu indi aleykum minət Dəccal. Dedi ki, mən sizlər üçün Dəccaldan başqasından qorxuram. Dəccaldan niyə danışırsınız? Mənim qorxum başqa şeydəndir sizin üçün. Nə? Kimlərdən qorxursunuz? Qorxursunuz, yəni sizin üçün qorxuram. Əimmətu muzillunəhum ruəsau əhlil bidə. Deyir, zəlalət imamlarımdan qorxuram ki, haqqın içində bidət yaradırlar. Sizin üçün dini təbliğ edənlərdən qorxuram ki, din adı ilə başqa şey təbliğ edirlər. Onlardan qorxuram. Onların vurduğu ziyan Dəccaldan çoxdur. Niyə Dəccaldan danışırsınız? Sizi azdıranlardan qorxuram. Onlar bidət əhlidirlər. Onlar haqq din adı ilə başqa din təbliğ edirlər. Onlar batılı haqqa qarışdırıb sizə təqdim edirlər.